Bugün sizləri Bakıda yeni açılmış Çin restoranından tanış edirik. Biz də bunu eşidən kimi ülvü ilə durub yollanırıq həmin restorana. Bu restoranın menüsü o qədər də geniş olmasa, menyuda olan yeməklər həqiqətən çox möhtəşəm yeməklərdir. Burada görürsüz hazırlanması. Hazırlayanlar düzdür, Azərbaycanlılar olsa da, amma həqiqətən Çin mətbəxi acılığı, dadı, tamı həqiqətən bizim mətbəxdən o qədər də çox aralı qalmır, amma Çin mətbəxi bilirsiniz ki, çox acılıdır. Biz də burada ülvü ilə gözləyirik yeməyi. Ayda bir dənə möhtəşəm qoxusu vurur. Məncə siz hər biriniz gedin. Burada hələ hazırlamasına icazə verirlər ki, gəlib siz də baxasınız. Çox qəşəng bir iyi gəldi. Burada özlərinə məxsus belə bir içkiləri var. Çox sərin içkidir. Artıq yeməklər hazırdır və masaya gəlir. Belə bir özlərinə məxsus supları var. Yumurtalı, pomidorlu bir supdur. Həqiqətən çox dadlı bir supdur. Burada da ülvi dadına baxır. Möhtəşəm, perfect. Mən də burada çubuqlarla güləşirəm və burada deyirlər ki, çubuqsuz da yeyə bilərsən. Belə bir vilka verdilər. İndi dadına baxıram. Dadı çox möhtəşəmdir, çünki bizim ağız dadımıza uyğun belə bir yeməklər bizim mətbəximizdə də var və ən əsası qiymətlər çox münasibdir. Məncə gedib yoxlamağa dəyər.